Deməli, ədəd silsilədə A15 verilib, A20 verilib. Silsilə fərqi. Silsilə fərqi bildiniz ki, D-dir. Əslində 2 üsulla həll edə bilərsiniz bu misalı. Birinci üsul AN çıxaq AK bölünsün N çıxaq K düsturudur. Burada silsilələrin neçə olduğu, yəni 45 ilə 20-dir. Çıxırsınız surətdə, bölürsünüz. Yəni onların sayını göstəriflərə, yəni indeksində göstərilənlərə 20 çıxaq 15 bunların fərqinə. Yəni 20 çıxaq 15 məxrəcdə bunlar yazılır. Surətdə isə bu ikisi. Yəni silsilə fərqinin düsturunun biri budur. Qalır 25 surətdə 5 məxrəcdə böləndə qalır 5. İkinci üsulda, yəqin ki, dərs izahında demişəm, baxmış olarsınız. İkinci üsulumuza əsasən isə A20-ni A15 ilə açırsınız. A15 üstə gələk. Neçə dənə D gəlməliyik ödəməsi üçün? 5 dənə. 5 dənə D. Çünki bu 15 ilə 5-in, yəni cəmi bizə burada verilən 20-ni verməlidir. Burada 20-nin yerinə 45 yazaram. A15 onsuz da 20-dir, plus 5-dir. Buradan 5D-ni tapmaq üçün 45-dən 20-sini çıxırsınız, qalır 25. D-ni də tapmaq üçün 25-i 5-ə bölürsünüz 5. Silsilə fərqini hər iki üsulla tapırıq 5. Belə.